Səhər və axşam ballı su içsək bir həftədən sonra bədəndə nələr olacaq? Orqanizmdə ürək-damar problemlərindən tutmuş mədə-bağırsağa kimi bir çox xəstəliklərlə mübarizə aparan göbələk və qurd əleyhinə ən güclü vasitədən biridir. Bu kimi videoların davamını görmək istəyirsinizsə videonu sonacan izləyin. Bəyənib abunə olun, ən əsası isə zınqrov işarəsini açmağı unutmayın. Bal və suyun qarışımı bizim üçün sadə bir qarışım kimi görünsə də, lakin onun düzgün istifadə qaydası və miqdarı var. Yəni siz həddindən çox yaxud da az istifadə etdiyiniz halda istədiyiniz nəticəni əldə etməyə bilərsiniz. Ballı suyun mütəmadi qəbulu bir çox xəstəliklərdən qorunmağınıza kömək edir. Bu təkcə dadlı içki deyil, həm də orqanizm üçün faydalı mikroelementlərlə zəngin qida maddəsidir. Bal xarab olmayan qidadır. Uzun müddət qalsa belə tərkibi heç vaxt dəyişmir. Lakin söhbət təbii təmiz baldan gedir ki, siz istədiyiniz nəticəni görəsəniz. İndi də keçək ballı suyun faydalarına. Ballı isti suyun tərkibi ballı soyuq suyun tərkibi ilə müqayisədə çox zəngindir. İsti deyərkən qaynar su yox, otaq temperaturundakı sudan danışıram. Ballı suyu hər gün səhər yeməyindən əvvəl və yatmazdan qabaq içmək lazımdır. Səhər acqarına içilən ballı su mərkəzi sinir sistemini aktivləşdirir, orqanizmi oyadır. Üstəlik, ac mədəyə düşən elementlər həzm sisteminə işə başlamağı tapşırır. Bu da orqanizmdə axşamdan qalan yemək artıqlarının atılması və həzm orqanlarının canlanması ilə başlayır. Səhər acqarına içilən ballı suyun birinci qurtumdan sonra orqanizmə təsiri bunlardır. Bağırsaqları aktivləşdirərək bağırsaqların işini yaxşılaşdırır və qarın boşluğunda şişkinliyi yox edir. Mədəni yemək artıqlarından və turşuluqdan təmizləyir. İmmuniteti yüksəldir. Sinir sisteminə güc verir və işini normallaşdırır. Metabolizmanı sürətləndirir və artıq çəkidən xilas olmağa kömək edir. Orqanizmi cavanlaşdırır. Axşam yatmazdan öncə içilən ballı su isə sinir sistemini sakitləşdirir və rahat yuxu ilə təmin edir. Günün gərginliyindən qaynaqlanan baş ağrılarını yox edir. Ürək-damar sistemini, qanı toksinlərdən və zərərli maddələrdən təmizləyir. İnfeksiyalara qarşı orqanizmə güc verir. Virus, bakteriya, göbələk və parazitlərə qarşı müdafiə edir. Bütün orqanizmin işini normallaşdırır. Ballı suyu çox miqdarda içməyin. Ola bilər ki, bala və yaxud onun tərkibindəki komponentlərə qarşı allergiyanız yaranar. Yaxud əvvəldən olan allergiyanı oyada bilər. Əvvəlcə az miqdarda için və orqanizminizin verdiyi reaksiyanı müşahidə edin. Əgər heç bir narahatlıq hiss etməsəniz, içkini mütəmadi olaraq içə bilərsiniz. Ballı suyun hazırlanması belədir. Təbii bal götürün. Su təmiz, həmçinin isti olmalıdır. Su ilə balın nisbəti 30% olmalıdır. Bir stəkan suya bir çay qaşığı bal əlavə edin. Əgər bu içkinin iltihab əleyhinə vasitə kimi sürətlə təsir etməyini istəyirsinizsə, biraz zəncəfil və limon da qata bilərsiniz. Maddələr mübadiləsinin sürətlənməsi məqsədilə içirsinizsə, yarım çay qaşığı darçın və limon suyu əlavə edin. Gümrah hiss etmək istəyirsinizsə, nanə yarpaqları qatın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.